İki Sahil televiziyasındasınız. Əlbəttə ki, bugün dünya siyasi gündəminin ən önəmli müzakirələrindən biri Rusiya-Ukrayna müharibəsindən bağlı aparılan danışıqlar və onların nəticələridir. İsveçrədə, Cenevra şəhərində Ukrayna, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı nümayəndələri arasında aparılan danışıqlarda Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı nə qədər fikir ayrılıqlarının olduğu növbəti dəfə ortaya çıxır. Əlbəttə bu məsələ ilə bağlı ilk Amerika Birləşmiş Ştatlarının təklifləri ortaya çıxdı və Amerika Birləşmiş Ştatları tərəfindən irəli sürülən təklifləri də müxtəlif qüvvələr manipulyasiya etməyə çalışır. Biz ədalət naminə burada bir məqama xüsusi diqqət yetirməliyik ki, Donald Trump Amerika Birləşmiş Ştatlarında yenidən prezident seçildikdən sonra dünyada münaqişələrin sayının azaldılması ilə bağlı çox səmimi mövqelər ifadə edir və doğrudan da onun qlobal sülh yaratma missiyası ətrafındakı fəaliyyəti nəticəsində qlobal kataklizmlər və eyni zamanda siyasi toqquşmaların qarşısının alınması ilə bağlı ortaya böyük iradə qoyulubdur. Elə Azərbaycan və Ermənistan arasında avqust ayında Vaşinqtonda əldə edilən razılaşma burada həm cənab prezident İlham Əliyev tərəfindən, həm də Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən Amerika Birləşmiş Ştatları və onun rəhbəri Donald Trumpın sülh yaratma missiyası və fəaliyyəti kifayət qədər təqdir edildi və eyni zamanda Hindistanla Pakistan arasındakı vəziyyət böyük bir gərginlik halına çatmışdı və doğrudan da iki böyük resursa malik olan nüvə dövlətinin bu dəfəki qarşıdurmasında real hərbi dağıdıcılıq ehtimalları çox güclü idi. Amma buna baxmayaraq bu prosesdə də Donald Trump uğurla iki ölkə arasında münasibətlərin nizamlanmasında iştirak elədi və eyni zamanda ayrı-ayrı münaqişə ocaqlarında vəziyyətin kritik həddə keçməməyi və ümumiyyətlə daha sakit, daha diplomatik həll yollarına üstünlük verilən variantların qəbul edilməsində Donald Trumpın böyük səyləri oldu. Elə ona görə də haqlı olaraq dünyanın bir çox yerində məhz Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın bu ilki Nobel sülh mükafatının əsas namizədlərindən biri olması ilə bağlı narrativlər var idi. Amma əlbəttə ki, bütün bunlara baxmayaraq Nobel sülh mükafatı özü bir siyasiləşmiş və eyni zamanda tamamilə obyektiv seçimi ehtiva etmədiyinə görə də Donald Trumpın Nobel sülh mükafatını almağının qarşısı alındı. Və ondan sonraki dövrdə də əlbəttə ki, Amerika Birləşmiş Ştatları Yaxın Şərq məsələsində xüsusi fəallıq göstərdi və İsrail ilə Həmas arasında artıq Biden administrasiyası dövründə partlayan və tarix boyunca davam edən İsrail-Fələstin qarşıdurmasının bəlkə də ən kəskin dövrünü xarakterizə edən son 4 ilin hadisələrinin dayanmağında da Donald Trumpın mühüm vasitəçiliyi oldu. Əlbəttə, indi hal-hazırda Yaxın Şərqdə hər şey bitməyib. Qəzzada baş verən problemlərin tamamilə kökündən həll edildiyini düşünmək yanlış olar, amma faktiki olaraq ən azından artıq o aktiv döyüş əməliyyatları əvvəlki kimi müşahidə edilmir və şübhəsiz ki, Yaxın Şərq sülh sammiti və ümumiyyətlə İsrail ilə Fələstin arasında da bax bu əvvəlki dövrlərə nisbətdə sakitliyin əldə edilməsində də Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın çox böyük səyləri var və təbii ki, Trump hakimiyyətə gəlməmişdən əvvəl də prezident seçildikdən sonra da əsas məqsədlərindən birinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq olduğunu vurğulayırdı. Trumpın hər zaman məşhur bir fikri var ki, Rusiya-Ukrayna müharibəsi mənim müharibəm deyil. Yəni o dolayı yolla həm də etiraf eləmiş olur ki, Biden administrasiyası dövründə bu müharibənin toxumları səpilibdir və hər bir halda Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Rusiya-Ukrayna müharibəsinin sonlanması ilə bağlı öz səmimi mövqelərini çox açıq, aydın formada izah edən liderlərdən biridir. Təbii ki, sonraki dövrdə də Donald Trumpın səyləri nəticəsində müxtəlif görüşlər həyata keçirildi. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bu dövrlərdə ən vacib məsələlərdən biri Amerika rəhbəri ilə Rusiya prezidenti arasında Alyaskada keçirilən görüşlər oldu və ola bilər ki, Alyaska görüşlərindən həmən sonra hansısa nəticə əldə edilmədi. Amma bu Amerika Birləşmiş Ştatları və onun rəhbəri Trumpın bu məsələdə də uğurlu sülh yaratma cəhdlərini kölgə altına ala bilməz. Alyaska görüşündən sonra nəticələrin reaktiv olmaması və yaxud da müharibənin taleyinə pozitiv, köklü şəkildə təsir göstərə biləcək nəticələrin əldə
əldə edilməməyinin səbəbkarı işğalçı Rusiyadır və faktiki olaraq Ukrayna torpaqlarını dünyanın gözü qarşısında beynəlxalq hüququ tapdalayaraq işğal edən Rusiya bu məsələdə də geri dönüşlər etmir və nəticədə Ukrayna qarşısında çox çətin çağırışlar olur və indi Rusiya-Ukrayna müharibəsində müxtəlif manipulyativ addımlar atmağa çalışan dövlətlər, siyasi mərkəzlər vəziyyəti yanlış təqdim etməyə çalışır. Əvvəla Amerika Birləşmiş Ştatlarının Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı etdiyi təkliflərin içərisində Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin hüquqi olaraq Rusiya ərazisi kimi tanınmağından söhbət gedə bilməz. Elə bir neçə gün əvvəl biz televiziyaların birində bir müzakirədə iştirak edirdik və orada iştirak edən Azərbaycanlı hüquq müdafiəçisi olan ekspert də bir daha vurğuladı ki, faktiki olaraq hələlik münaqişənin dondurulmasından söhbət gedir. Yəni Amerika Birləşmiş Ştatları Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini heç bir halda Rusiya ərazisi kimi tanımır. Eyni zamanda indi hansı çıxış yolu qalır Ukrayna üçün? Biz Ukrayna prezidenti Volodymyr Zelenskinin xalqa müraciətində onun istər jestlərindən, istər mimikalarından, istərsə də o üzündəki gərginlikdən də aydın şəkildə görürük ki, doğrudan da Ukrayna çətin bir sınaq qarşısında qalıbdır. Və yəni bu istər Amerika Birləşmiş Ştatları tərəfindən edilən təkliflər, istər Avropa İttifaqının 24 maddəlik təklifləri faktiki olaraq Ukraynanın işğal edilmiş ərazilərinin gələcək taleyini Ukraynanın lehinə həll etmiş olmur. Və nə Amerika tərəfindən irəli sürülən təkliflərdə, nə Avropa İttifaqı tərəfindən irəli sürülən təkliflərdə Ukrayna ərazilərinin taleyi məsələsi aydınlaşmır. Yəni biz bu müharibədə əbədi və uzun müddətli bir dayanmadan, beynəlxalq hüququn, Ukraynanın legitim haqlarının bərpasından danışmırıq. İndi əsas məqsəd odur ki, bu müharibədəki o gərgin döyüş əməliyyatları bir pauza fazasına daxil olsun və ərazi məsələləri və yaxud da Ukraynanın işğal edilmiş ərazilərinin gələcək taleyi sonrakı dövrlərdə diplomatik danışıqların əsas hədəflərindən biri olsun. Amma gördüyümüz kimi burada ya Ukrayna bu təklifləri qəbul edir və yaxud da Zelenskinin xalqa müraciətində vurğuladığı kimi qarşıda çox sərt qış ayları gəlir. Ukrayna faktiki olaraq işğala qarşı uzun müddətdir hərbi cəhbədə böyük bir müqavimət göstərir, böyük bir mübarizə aparır. Amma biz ehtiyatlar və imkanlar baxımından Rusiya və Ukraynanı da müqayisə eləyəndə görürük ki, doğrudan da Ukraynanın əlbəttə ki, müqavimət qabiliyyəti işğala qarşı heç vaxt qırıla bilməz, amma qarşıdakı sərt aylarda müharibənin aktiv şəkildə davam etməsi özü ilə ciddi problematikanı da gətirə bilər. Və bir də Ukraynada baş verən hadisələr həm də göstərir ki, uğurlu siyasi liderlik nə qədər önəmli və vacib nüanslardan biridir. Yəni bu gün Azərbaycan o qlobal koronavirus pandemiyasının davam etdiyi bir dövrdə öz torpaqlarını işğaldan azad etdi. Rus sülhməramları çıxıb getdilər. Azərbaycanın antiterror əməliyyatları nəticəsində bölgədə separatçılığın kökü kəsildi və cənab prezident İlham Əliyevin qlobal siyasi liderlik missiyası və Azərbaycanın dövlətçilik baxışlarının qlobal siyasi mühit və beynəlxalq münasibətlər üçün bir həm də pedaqoji əsası olan önəmli bir məqam olduğunu da görmüş olduq. O baxımdan da mən hesab edirəm ki, bizim bütün dünya üçün söylədiyimiz narrativlərin içərisində Rusiya-Ukrayna müharibəsinin nəticələrindən dərs çıxarmaq vacib əhəmiyyətə malikdir və faktiki olaraq Avropa İttifaqının təklif etdiyi 24 maddəlik sülh müqaviləsi özlüyündə Ukraynanın növbəti dəfə aldatmağa yönəlikdir. Birincisi, orada güya Ukraynanın NATO-ya vahid konsensusla üzv edilə biləcəyi ilə bağlı irəli sürülən ehtimallar və təxminlər reallığı etifa etmir. Rusiya tərəfindən verilən açıqlama da göstərdi ki, Rusiya Avropa İttifaqı tərəfindən o təklif edilən maddələrin heç biri ilə əsla razılaşmaq istəmir. Digər bir tərəfdən orada yer alan Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsi ilə bağlı da mən hesab edirəm ki, yəni aydın bir gələcəyin olmadığı çox bəllidir. Çünki heç kim Ukraynanın Avropa İttifaqına nə də NATO-ya üzv qəbul etməyəcək. Ona görə nə qədər çətin və kədərli olsa da faktiki olaraq söyləmək lazımdır ki, bu gün Rusiya-Ukrayna müharibəsində itkilərin və ağır döyüş əməliyyatlarının, fəsadlarının qarşısının alınmasının ən vacib nüanslarından biri indiki dövrdə atəşin dayanmasıdır. Sağ olun, salamat qalın.